Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Gönel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Təbib işğaldan azad olunmuş ərazilərimizlə bağlı yeni bir hesabat yayımlayıb. Baxaq görək indiyənə kimi bu doğma torpaqlarda nə qədər həkim və tibb personalı işlə təmin olunub. Təbib işğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun inkişafı və əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, işğaldan azad olunmuş ərazilərdə tibb müəssisələrinin fəaliyyəti bərpa olunur və əhaliyə fasiləsiz səhiyyə xidmətləri göstərilir. Hazırda bu ərazilərdə təbibin tabeliyində ümumilikdə 5 xəstəxana, 7 ailə sağlamlıq mərkəzi, 2 həkim məntəqəsi, 1 poliklinika fəaliyyət göstərir. Qeyd olunan müəssisələrdə ümumilikdə 27 həkim və 55 orta tibbi işçisi çalışır. Laçın rayon mərkəzi xəstəxanasında 8 həkim, 9 orta tibbi işçisi, Laçın ailə sağlamlıq mərkəzində isə 5 həkim, 6 orta tibbi işçisi xidmət göstərir. Şuşa modul tipli xəstəxanada 5 həkim və 9 orta tibbi işçisi çalışır. Xankəndi poliklinikasında isə 5 həkim və 12 orta tibbi işçisi vətəndaşlara xidmət edir. Ümumdünya Səhiyyə Təşkilatının regional bölümü Azərbaycanda səfərdədir və bununla bağlı analitik ekspertiza mərkəzinin mütəxəssisləri ilə görüşüblər. Nələr müzakirə olunub, indi biləcəksiniz. 19-23 may 2025-ci il tarixində vaksinlərin təhlükəsizliyinin monitorinq sisteminin qiymətləndirilməsi üzrə Ümumdünya Səhiyyə Təşkilatının regional missiyası ölkəmizdə səfərdədir. Səfər vaksinlərin təhlükəsizliyi üzrə monitorinq sisteminin gücləndirilməsinin təmin edilməsi və bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının alət və resurslarının təqdim olunması məqsədi ilə təşkil olunub. Missiya üzvləri Səhiyyə Nazirliyi və onun aidiyyatı qurumlarının nümayəndələri ilə artıq görüşlər keçirməyə başlayıb. Səfər çərçivəsində missiyanın üzvü Paul Ehrlich İnstitutunun Farmakonəzarət şöbəsinin müdiri müavini Larissa Kopp analitik ekspertiza mərkəzinə baş çəkib və müasir dövrdə çox aktual olan dərmanlar və vaksinlər üzrə farmakonəzarət sisteminin ölkəmizdə necə təşkil olunmasının Ümumdünya Səhiyyə Təşkilatı standartlarına qarşı effektivliyini qiymətləndirib. Analitik ekspertiza mərkəzinin farmakonəzarət şöbəsinin əməkdaşları ilə keçən bu görüşdə hər iki tərəfi maraqlandıran məsələlər, eləcə də proses zamanı meydana çıxan problemlərin optimal həlli müzakirə olunub. Nitqin bərpası üçün yeni texnologiya. Artıq tibb və texnologiya o qədər yaxın əməkdaşlıq edirlər ki, bədənimizdə hər hansı bir orqan çalışmırsa, süni intellekt vasitəsilə bunu bərpa etməyə müvəffəq oluruq. Daha bir yenilik, daha bir texnologiya izləyək. Nevroloqlar insan beyninin siqnallarını nitqə çevirən texnologiyanın hazırlanması üzərində intensiv iş aparır. Bu texnologiya danışmaq qabiliyyətini itirmiş insanlara yenidən ünsiyyət qurmaq imkanı verə bilər. Kaliforniya universitetlərinin alimləri və Precision Neuroscience kimi qabaqcıl texnoloji şirkətlər beyin implantları və süni intellektdən istifadə edərək düşüncələri danışığa çevirən sistemlər yaradır. Layihənin əsas məqsədi insult, amiotrofik lateral skleroz və digər xəstəliklər nəticəsində nitq qabiliyyətini itirmiş insanlara ünsiyyət imkanı qazandırmaqdır. Tədqiqatçılar artıq ciddi irəliləyişə nail olub. Beyin siqnallarını təxminən 1 saniyəlik gecikmə ilə nitqə çevirə bilən texnologiya hazırlanıb. Bu, təbii danışıq sürətinə çox yaxındır. Sistem orta hesabla dəqiqədə 47,5 söz danışa bilir. Hazırda 31 pasiyent üzərində klinik sınaqlar aparılır. Nitq demişkən, əlbəttə ki, eşitməni də mütləq vurğulamalıyıq, çünki bu iki sahənin bir-birinə çox yaxın olduğunu bilirsiniz. Alimlər yeni bir süni qulaq kəşf edib ki, bunun vasitəsilə zəif eşidənlər də tamamilə dünyanın möcüzəli və müxtəlif səslərini eşidə biləcəklər. Yeni elastik implant hazırlanıb. Zəif eşidənlər üçün elastik beyin implantı hazırlanıb. Massachusetts Ümumi Xəstəxanası və Brigham Xəstəxanasının alimləri eşitmə problemləri olan insanlar üçün yeni nəsil elastik beyin implantı hazırlayıb. Bu cihaz eşitmə siniri zədələnmiş və ya neyrofibromatozun ikinci tipindən əziyyət çəkən pasiyentlər üçün nəzərdə tutulub. Yeni texnologiya beynin eşitmə funksiyasına cavabdeh olan hissəsi, koklear nüvəni birbaşa stimullaşdırmaqla işləyir.
bilir. Bu isə eşitmə siniri işləmədiyi hallarda belə insanın səsləri qəbul etməsinə imkan verir və ənənəvi koxlear implantlardan fayda görməyən xəstələr üçün alternativ ola bilər. Yeni implantın ilkin sınaqları meymunlar üzərində aparılıb və cihazın aylarla sabit işlədiyi və müxtəlif siqnallara stabil reaksiya verdiyi göstərilib. Alimlər yaxın illərdə bu cihazın insanlar üzərində klinik sınaqlarını keçirməyi planlaşdırır. Süni intellekt demişkən, alimlər yeni bir proqram hazırlayıb ki, onun sayəsində bir neçə saniyə ərzində sizdə Parkinson olma ehtimalı varmı və yaxud da gələcəkdə olacaqmı? Bu sualların cavabını tapmaq olur. Bəli, texnologiya artıq həkimləri yavaş-yavaş öz sahələrindən uzaqlaşdırmağa başlayacaq deyə düşünürük. Parkinson xəstəliyini saniyələr içində diaqnoz edən süni intellekt. Hazırlanmış yeni süni intellekt proqramı Parkinson xəstəliyinin diaqnozunu bir neçə saniyə içərisində təsbit edir. Florida Universitetindən olan alim süni intellektə əsaslanan yeni texnologiya Vision MD proqramını təqdim edib. Bu proqram Parkinson xəstəliyi də daxil olmaqla müxtəlif motor pozuntularını video görüntülər vasitəsilə avtomatik təhlil etməyə imkan verir. Proqramın müəllifi Dr. Diego Guarin bildirir ki, Vision MD aləti xəstənin hərəkətlərindəki incə dəyişiklikləri izləyərək obyektiv və dəqiq diaqnostika imkanı yaradır. Beləliklə, həkimlərin subyektiv müşahidələrinə ehtiyac azalır. Qeyd edək ki, Vision MD artıq Almaniya, İspaniya və İtaliya klinikalarında tətbiq olunur. Tətbiq həmçinin elmi tədqiqat və tibbi müəssisələrində geniş istifadə olunmağa başlanılıb. Alimlər gələcəkdə proqramın funksiyalarını daha da genişləndirərək nevroloji praktikada istifadə edilən əlavə motor testlərini də sistemə daxil etməyi planlaşdırır. Hazırda bilirsiniz ki, vitamin D və maqni içmək haqqında kifayət qədər sosial şəbəkədə video çarxlar paylaşılır və qocalmamaq üçün bu iki maddənin vacibliyi vurğulanır. Lakin bugün oxuduğum xəbər məni xeyli təəccübləndirdi. Alimlər iddia edir ki, hətta iddia eləmir, sübut eləyir ki, maqnini həddindən artıq çox içmək hətta insanı qocaldırmış. Çinli alimlərin apardığı yeni tədqiqat sink mineralının normadan artıq qəbulunun insan orqanizmində bioloji yaşlanma prosesini sürətləndirə biləcəyini göstərib. Tədqiqat 300 mindən çox insanın məlumatları əsasında aparılıb və sink səviyyəsi ilə yaşlanma arasındakı əlaqə təhlil olunub. Araşdırmaya görə gündə 40 mg-dan çox sink qəbul edən şəxslərdə bioloji yaşın orta hesabla 6,9 il daha tez artdığı müşahidə edilib. Əksinə isə tövsiyə olunan gündəlik miqdar kişilər üçün 11 mg, qadınlar üçün isə 8 mg yaşlanmanı təxminən 0,11 il yavaşlada bilir. Mütəxəssislər bildirir ki, sink DNT sintezi, immun sistemi və hüceyrə yenilənməsi kimi vacib bioloji proseslərdə mühüm rol oynayır. Lakin bu elementlərin orqanizmdə həddindən artıq miqdarda toplanması hüceyrə səviyyəsində zərərli təsirlərə səbəb ola və yaşlanmanı sürətləndirə bilər. Həkimlər xəbərdarlıq edir ki, sink və digər mineral əlavələr yalnız həkim məsləhəti ilə qəbul olunmalıdır. Öz başına və nəzarətsiz istifadənin sağlamlıq üçün risk daşıdığı bildirilir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib və ən yeni tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.